Bəxtiyar kim olub tarixdə? Şiə məzhəbi onu çox işləyir. Bəzi böyükçiləri öldürdü. Lakin sonra özü zındıq oldu, özü peyğəmbərlik iddia elədi və s. Çaşdı getdi. Sadəcə Əhl-i Beytdən biraz istifadə elədi. Biraz atsan qazanmaq üçün. Müslüman. Bəli. Mən hər kim və hər nəyəmsə Allahım daha yaxşı bilir. Bədxahlar məni kəzzab adlandırır. Zalimlar dünyapərəst, qüdrət tələb adlandırırlar. Günahdan uzaq olan yalnız Allahın vəlisi və vəsisidir. Bu cür alnı səcdədə, ayə oxuyan zahirdə dindar adamların əlindən, əlinin qəlbindən necə qanlar axır?